Multibrend Avtoruslan Mercedes-Benz üçün ehtiyat hissələrinin ünvanı, ən yeni orijinal və keyfiyyət standartlarına cavab verən detallarla avtomobilinizə dəyər qatın. Hörmətli Multibrend Avtonun izləyiciləri, hamınızı xoş gördük. Sizlərlə həmişəki kimi mən Abbasov Ruslan, Mercedes ehtiyat hissələri üzrə mütəxəssis. Deməli, sizlərlə nə ilə bölüşmək istəyirəm? Bugünkü verilişimizdə bəzi mövzular barəsində müzakirələr olacaq. Videonu axıra kimi dinləyin, like qoyun, takip atmağı unutmayın ki, YouTube kanalımızda olan maarifləndirici videolardan xəbərdar olasınız və inşallah bölüşdüyüm məlumat barələrində də hamısından xəbəriniz olsun və ən əsası da odur ki, xeyir istiqamətdə istifadə edə biləsiniz. Salam Ruslan bəy. Gündəlik müştərilərlə rastlaşdığınız problemlər hansılardır? Salam. Gündəlik rastlaşdığımızın ən birinci vacib problemi odur ki, müştərilər düzgün ustalar yanına yaxınlaşmırlar, düzgün avtomobildə olan problemləri aşkar edə bilmirlər və ehtiyat hissələrin alışı zamanı ehtiyat hissələrin qiymət barəsində problem yaradırlar və ekonomiya eləmək istəyirlər. Amma hər zaman ekonomiya insanı qabağa salmır. Bəzən ekonomiya insanı 2 qat xərcə salır. Bəs Ruslan bəy, ucuz və bahalı ehtiyat hissələrinin arasında fərq nələrdir? Fərq ondadır ki, bəzi insafsız satıcılar elementar götürək. Burada sürülən avtomobillərin üzərindən sökülən ehtiyat hissələrini yaxşı keyfiyyətli adı ilə üstünü başını təmizləyirlər və müştəriyə yaxşı keyfiyyətli az sürülmüş avtomobilin üzərindən sökülmüş ehtiyat hissəsi kimi təqdim edirlər və aldadırlar. Və insanlar elə bilirlər ki, həmən bu aldığım malı 5 manat mən ucuz alıram və qabağa düşürəm. Amma fakt olaraq elə deyil. Bahalı ehtiyat hissəsi də o demək deyil ki, keyfiyyətlidir. Yaxşı malın əlbəttə ki, yaxşı qiyməti olur və düzgünlüyə qalsa istismarı bitmiş avtomobillərin yeni orijinal ehtiyat hissələri gəlmir. Bəli, siz kimlərdənsə gedib orijinal adı ilə təzə ehtiyat hissəsini ala bilərsiniz, amma nəticədə həmən ehtiyat hissəsi sizi 2 qat xərcə sala bilər. Mən satdığım ehtiyat hissəsi yeni ehtiyat hissələrindən söhbət gedirsə əgər, Kitayın zavod malını satıram. Fabriklə zavodun arasında yerlə göy qədər fərq var. Təbii ki, qiymətdə də fərq var. Qiymətdə də yaranan fərqi mən özüm təyin eləmirəm. Fərq təyin olunur yerində alış qiymətindən. Üçüncü sualım buna ibarətdir ki, istismarı bitmiş avtomobilin sahiblərinə tövsiyəniz nə ola bilər? Birinci tövsiyəm odur ki, ən birinci növbədə keyfiyyətli mühərrikə yağ tökməlisiniz. Yağlardan anlayışım olmadığına görə sizə konkret olaraq firma deyə bilmərəm. İndi hər avtomobilin öz individual yağı olur. İkinci növbədə soyutma sisteminə mütləq diqqət etməlisiniz. Üçüncü növbədə avtomobili aqressiv sürmək olmaz. Niyə görə? Həm sağlamlığınıza ziyandır birinci növbədə, həm də ki, avtomobil nə qədər aqressiv sürüşlə istifadə olunsa, o qədər də avtomobildə istismarı bitmiş avtomobildə problemlər çoxlu yaranacaq. Niyə görə? Özünüz fikirləşin ki, yeni avtomobil sürmürsünüz, ən azından 20 ilin maşınını sürürsünüz. Köhnə Mercedes markalı avtomobillərin alışı zamanı nəyə diqqət yetirilməlidir? Birinci növbədə diqqət yetirilməlidir avtomobilin, mühərrikin nömrəsinə. Əgər nömrəsiz qeyd olunubsa, təbii ki, mühərrik dəyişilib və yoxlamaq lazımdır. Mühərrik nə cürə yağla sürülüb, antifriz sistemi nə vəziyyətdədir? Çünki soyutma sistemi avtomobildə ən vacib məqamlardan biridir. Bütün problemlər demək olar ki, soyutma sistemindən başlayır. Əgər avtomobil keyfiyyətsiz antifrizlə sürülübsə, dərhal bütün sistemi yoxlamaq lazımdır. Və mən sizə bir söz deyim, biləsiniz. Ən azı ildə bir dəfə antifriz sistemini özünüz üçün yeniləyin. Çünki antifriz 6 ay keçəndən sonra öz keyfiyyəti itirir və nə olur? Soyutma sistemində problemlər əmələ gəlir. Həmən o problemlərdə avtomobildə digər qlobal bir problemlər yarada bilər. Əgər avtomobil normadan kənar qızdırıbsa, nə etmək qadağandır? Birinci növbədə ən qadağan olunan bir şey avtomobilin antifriz sisteminə, antifriz baçokuna soyuq su əlavə etməkdir. Niyə görə? Avtomobil qızır. Siz soyuq suyu əlavə edirsiniz ki, avtomobili soyudasınız. Bəli, mən sizinlə razıyam. Amma siz soyuq suyu
avtomobilə tökdüyünüz zaman avtomobildə nə baş verir? Mühərrik sistemində qalıqqa deyilən bir ehtiyat hissəsi var. Mühərrikin üst hissəsidir, raspidvalar olan yer. Həmin o qalıqqada ən minimum şəkildə mikroçatlar əmələ gəlir. Həmin o mikroçatlar da gələcəkdə iri çatlara çevrilir və ən əsası yayda avtomobil daha da çox qızmağa meyilli olur. Avtomobildə hansı profilaktik işlərin görülməsini tövsiyə edirsiniz? Birinci növbədə ən azı 6 aydan bir avtomobildə yanacaq filtrinin dəyişməsi vacibdir. İkinci növbədə yanacağa aid farsovka deyilən bir ehtiyat hissəsini yuzdurmaqdır və qalinvalla raspidvalın daçkının mütləq yuyulması vacibdir ki, naqar ağzındakı olan mikrosxemanı bağlayır və avtomobildə müəyyən problemlər yaranır. Ən əsas məqamlardan da biri odur ki, təkərdə olan ABS-lərin daçkını da heç olmasa ildə bir dəfə çıxardın, yuzdurun, qoyun avtomobilin üzərinə adaptasiya edin ki, tormoz sistemində müəyyən problemlər yaranmasın. Müəyyən problemlərin yaranması da odur ki, onda da həmənki qaydada təkərdə olan ABS-in daçkın üzərinə balçıq yığılır, zibil yığılır və müəyyən aşıbqalar və problemlər yaranır. Ruslan bəy, çox sağ olun. Sizə sonuncu sualım olacaq. Siz müştəriləri neçə kateqoriyaya bölürsünüz və onlar hansılardır? Birinci kateqoriya müştərilər avtomobilə düzgün qulluq göstərən müştərilərdir. İkinci kateqoriya müştərilər bilmədiyi məlumatı öyrənmək istəyənlər və düzgün istiqamətdə avtomobili düzgün xidmət eləmək istəyənlərdir. Üçüncü kateqoriya müştərilər isə odur ki, bilmədiyi məlumatla tanış olmaq istəmirlər, avtomobilə ekonomiya edirlər və ən əsas məqam nədir? Özlərini 2 qat xərcə salırlar. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ardı gələcək inşallah. Kanala abunə olub like qoymağı unutmayın ki, maarifləndirici videolarla sizlər üçün bölüşək.